Gəl danışda bölüm 17. Yoqadan danışırıq. Yoga Master qonağımı dəvət etməzdən əvvəl sizə sponsordan danışmaq istəyirəm. Sponsor danışır 11 peşə hazırlıq kursunun baş direktoru Xəyərə Hacıyeva. Xoş gəlmisiniz Xəyərə xanım. Xoş gördük Əhməd. Xəyərə xanım, kursunuzda hansı peşələri tədris edirsiniz? Kursumuzda ümumi peşə hazırlıq kursudur. Tibb bacısı, əczaçılıq, tibb qardaşlığı, dərzi, bərbərlik, elektromontor, kombi kondisioner ustalığı, dayəlik, diş texniki, lazer, dırnaq, vizajist, mühasibat, kompüter, aşbazlıq, avtomobil diaqnostikası və s. peşələr üzrə təlimlər tədris olunur. Peşə kursumuzda yalnız Zaqatala sakinləri deyil, Qax rayonundan, Balakən rayonundan da gəlib qeydiyyatdan keçə bilərlər. Kursunuzu bitən tələbələri sertifikat, diplom təqdim edirsiniz? Bəli, sonda həmin tələbələrə diplom, rəsmi beynəlxalq sertifikat da təqdim edirik. Qeydiyyat üçün Qax, Balakən, Zaqatala sakinləri Zaqatala molun 4-cü mərtəbəsinə yaxınlaşıb qeydiyyatdan keçə bilərlər. İndi isə keçək qonağımıza. Zaqatalamızın yoga masteri Çiçək Quliyeva. Xoş gəlmisiniz Çiçək xanım. Xoş gününüz olsun. Yoga masteri necə yetişir? Bir yoga masteri bir ustadan dərs alaraq və öz üzərində çalışaraq yetişir. Və bu praktikaları davamlı, ardıcıl olmalıdır. Rayonumuzda yoga yenidir. İnsanların buna marağı varmı? Bəli, çox gözəl. Həqiqətən də rayonumuzda yogaya maraq var və günü-gündən yogaya gələnlər artır. Mən görürəm sizin səhifənizdə, səhifədə də aktivsiniz. Bu sevindirici haldır. Görürəm ki, çox insanlar olur sizdə. Bu sevindirici haldır əlbəttə ki. Bəs yoga idmanıdırmı? Bəli, yoga bir idman növüdür. Çünki bütün hərəkətlər yogadan budaqlanmadır və 8 milyon 4 min hərəkət var ki, yogadan budaqlanıb. Bəs yoga insanlar üçün əhəmiyyəti nədir? Yoga ilə məşğul olan insanların həyatı köklü şəkildə yaxşı mənada dəyişilir. Həm qamətimiz düzəlir, qan dövranımız yaxşılaşır, zehnimiz sakitləşir və özümüzü gümrah, sağlam hiss edirik. Bir fraza var ki, deyirlər, yoga ilə arıqlamaq mümkündür. Bəli, yoga ilə arıqlamaq mümkündür. Əslində formaya düşmək mümkündür. İdeal bir çəkiyə gəlib çıxır bədənimiz. Artıq çəkili insanlar ideal çəkiyə düşür. Arıq insanlar da optimal olaraq normal çəki yığır. Yoga ilə sakitləşmək necə? Yoganın kökündə meditasiya dayanır. Meditasiya ilə sakitləşmək mümkündür. Ruhumuz sakitləşir, zehnimiz sakitləşir, bədənimiz enerji ilə dolur. Yoga ilə məşğul olmaq istəyənlərin motivasiyası nə ola bilər? Günlük stressdən qurtulmaq, sağlam şəkildə arıqlamaq, özünü sağlam, gümrah hiss etmək. Meditasiya dedik. Meditasiya nədir? Meditasiya ingilis dilində düşünmək deməkdir. Və meditasiya ilə zehnimizi sakitləşdiririk. Fərqindəlik yaranır özümüzdə. Sanki içimizdən özümüzü müşahidə edirik. Özümüzə qulaq asırıq. Özümüzə qulaq asırıq. Daxili səsimizə qulaq asırıq. Bəli. Necə aparılır meditasiya? Meditasiya Gyana Mudrada oturaraq sakit bir yer, ortam seçilir. Sakit bir yerdə oturaraq da edə bilərik, uzanaraq da olunur. Tam sakitlik olmalı. Tam sakit, sərbəst, rahat olacağın bir yer seçilir. Relaks musiqi qoya bilərsiniz. Həzin musiqi də ola bilər, olmaya da bilər. Musiqi olmaya da bilər. Bəli. Adətən deyilək ki, musiqi şərtdir, ona görə soruşuram. Ola da bilər, olmaya da bilər. İstəyə görə. İstəyə görə, bəli. Məsələn, musiqinin bir minusu da var da, musiqiyə fokuslana bilirik, öz daxilimizə qulaq asmaya da bilərik. Bəli. Amma qismən də kömək olur da. Qismən kömək olur, bəli. Və uzanaraq edilən meditasiyaya tam rahatlama deyilir.
bədənimizin tam rahatlanması texnikasıdır. Bunun vaxtı varmı, yəni hansı vaxtlarda etmək olar, hansılarda? Səhər, günorta, axşam edilə bilər. Yəni yatmazdan əvvəl eləyə bilərik də uzanan. Bəli, edilə bilər. Meditasiya üçün, yəni hər kəs meditasiya edə bilərmi, yoxsa bunun təlimini mi almalıdır? Bunun bir xüsusi yöntəmi Əslində varmı? hər kəs meditasiya edə bilər, amma təlimini almaq şərtdir. Yəni yaxşı bir ustadan təlimini almaq mütləqdir. Nəyə görə biz təlim almalıyıq? Yəni oradakı şərtlər nədir ki? Yəni biz meditasiyanın düzgün aparılması üçün nəfəs texnikaları var. Nəfəs texnikası ilə birgə gedir bu iş. Biz nəfəsimizi düzgün almasaq, deməli meditasiyanı düzgün etmiş olmur da, düzgün etmiş sayılmır. Çünki yanıla bilərik ki, özümüz ki, etdik və yaxud da etmədik kimi. Siz buna nəzarət edirsiniz də? Bəli. Ki nəfəsi düzgün aldımı ya bu kimi məsələlərə. Bəs yaxşı. Bunu hər hansı bir yardım, kömək almadan məqalə oxuyaraq və ya da kitabını oxuyaraq və ya da YouTube-da hər şeyin videosu var da, oradan baxaraq etmək mümkündürmü? Bəli, mümkündür. Terapiya deyəndə nə başa düşməliyik? Yoga terapiyası meditasiya ilə tamamlanır və bizim ruhumuzu, zehnimizi və bədənimizi sakitləşdirir, sağlamlaşdırır. Siz studiyada hansı terapiyaları tətbiq edirsiniz? Yoga və Sathu terapiyası. Sathu terapiyası qədim Hindistanda yaranmış qədim bir terapiya üsuludur ki, mismarlı taxtalar. Görmüşəm sizin storylərinizi. Və onun üzərinə ayaqlarımızı, əllərimizi qoya bilərik. Bu üsul hər insana tətbiq edilmir. Şəkərli xəstələrə olmaz, hamilə xanımlara olmaz. Belə bir məhdudiyyətlər var. Amma bundan başqa hər kəs edə bilər. Qan dövranımız yaxşılaşır, zehnimiz sakitləşir, ağrıya davamlılığımız artır. Bir çox faydaları var. Hətta Hindistanda qurular mismarlı yataqlar düzəldib üzərində yatırırlar. Bu neçə dəqiqə davam edir həmin terapiya? Ən çox yarım saat qala bilən var üstündə. Şəxsə görə dəyişir. Şəxsə görə dəyişir. Çox qalmaq xeyirlidir yəni. Əlbəttə. Çay xanım. Buyurun. Yoqada yaş həddi varmı? Xeyr, yoqada yaş həddi yoxdur. Yeni doğulmuş körpədən ta dünyamızı dəyişənə dək yoqa edə bilərik. Hər kəs yoqa ilə məşğul ola bilər. Siz özünüz nə başlamısınız? Yoqa ilə ilk tanışlığınız. Mən özüm 5 ildir yoqanın içindəyəm. Özüm evdə həvəskar olaraq edirdim və təlimlərinə qoşuldum. 2 ildir ki, tam yoqa ilə məşğul oluram. Bir çox yoqa masterə baxdığımız zaman, bunu sizdə də müşahidə etdim, sakit aura bəxş edirsiniz. Bu yoqa masterlərə xas olan xüsusiyyətdir. Bəli, aura insanın enerjisinin göstəricisidir. Və mən yoqaya gələn insanların aurasına baxaraq hiss edirəm ki, bu insan hansı hərəkətləri edə bilər, tətbiq edə bilər. O hərəkətləri tətbiq etməyə çalışıram. Hansını bilər, hansını bilməz, onu seçə bilirəm aurasında. Bizim də çox sakit olmağımız, sakit auralı olmağımızın səbəbi də çox meditasiya ilə məşğul olmağımızdır. Bəlkə də yoqa məni yoqaya çəkən mənim sakitliyimdir bəlkə də. Siz əvvəl də belə sakitdiniz, yoxsa yoqadan? Bəli, həmişədən belə sakit. Sakit idiniz. Sakit təbiətli. Bəs yaxşı, bu çılğın insanlar yoqada məşğul ola bilirmi? Qala bilirlərmi? Əlbəttə. O praktikaları etdikdən sonra, o enerjini bədəndən çıxardıqdan sonra təbii ki, meditasiyada da özlərini sakit, rahat apara bilirlər. Yoqa deyəndə biz belə bir sözlə də qarşılaşırıq, çakra. Həmişə mənim ağlımda belə hər dəfə alıram cavabını əslində, amma yenə də bir sual altında qalır ki, çakra nədir? Çakra sanskrit dilində çarx mənasını daşıyır. Və 7 əsas çakramız var ki, bədənimizdə.
Bunlardan 5-i onurğa sütunumuzda yerləşir, ikisi baş nahiyəmizdə. Bunlar bədənimizin enerji axını ilə əlaqədardır. Bu çakralarımızı bloklamaq, əngəlləmək, yəni belə bir ifadələr var da. Bunlar hansı mənaya Hər gəlir? hansı çakramız bloka düşərsə, bədənimizdə narahatçılıq, ağrılar baş verər. Özümüzü depressiv hiss edərik. Çakraları bloklayan amil insanların həyat tərzidir. Həyat tərzi deyəndə nəyə baxırsınız? Yəni bizim yaşayışımız, yəni işimiz, buna Bəli, daxil. oturaq həyat, hərəkətsiz həyat. Adətən bəli, idmansız olan. İdmansız, bəli. Qidamıza diqqət etmirik. Qidalanma çox önəmlidir. Su qəbul etməliyik bol-bol. O bizim problemlərimizdən birisidir. Yəni ümumi ölkənin problemidir su içməmək. Yəni kimdən sorsan 1 litri zorla heç onun üçün. Yaxşı, ən çox diqqət etməli çakramız ki, önəmli çakradır. Əslində bütün çakralarımız önəmlidir. Ən çox diqqət edəcəyimiz çakra məncə ürək çakrasıdır ki, mən bunu yaşamışam. Ürək çakramın blokaja düşməsi səbəbilə panik ataka düşmüşdüm. Və mən bunu aşdım yoga ilə. Yogadan sıfır anlayışı olan bir şəxs, heç vaxt ömründə meditasiya ilə məşğul olmayan bir şəxs sizin yanınıza gələndə ona necə kömək edirsiniz? Öncə yoga haqqında məlumat verirəm və özünü tanımağa çalışıram. Yəni bu insanın problemi nədir, yogaya nə üçün gəlir, məqsədi nədir, anlamağa çalışıram öncə və sonra yogaya davam edirik. Öncə yoga praktikalarımızı edirik, nəfəs texnikalarımızla bərabər və sonda meditasiya və Meditasiya sonda edirsiniz ya əvvəldə? Əvvəl də edirik. Əvvəl qısa bir meditasiya ilə başlayırıq və yoga praktikalarımıza keçirik. Sonda 15 dəqiqə meditasiya davam edir. Ümumi neçə dəqiqə bu proses neçə dəqiqə gəlir? 1 saat yarım. Bu hərəkət deyirik də. Məsələn, elə insanlar var ki, hərəkətdə onlara çətin gələ bilər. O səviyyələrə bölünmüsüz də yəqin ki. Bəli, hər kəsin edə biləcəyi səviyyədə hərəkətlərimiz var. Mənə bir də maraqlıdır nə? Sizin videolarınızda gördüyümüz oradakı aksesuarlar, yəni resurslar hansı resurslar? Şamlar, digər o dediyimiz kimi terapiya alətləri var. Bunlar şərtlidirmi? Yəni bunların olması, şamın məsəl üçün adətən ən çox gördüyüm şamdır və aromatik qoxular olur bəzənlərdə. Bunlar necə təsir edir insanlara? Yəni? Xoş təsir bağışlayır. Yəni gələn hər kəs bəyənir oranın dekorasiyasını. Həm də ki şam işığında yoga edəndə daha çox sakitlik verir insana. Bunun səbəbini nədə görürsünüz o şam işığında? Yəni zehnimizi sakitləşdirir sadəcə. Bəzən görürəm ki, daha işıqlı ortamlarda idmanlar edirsiniz. Ona görə soruşuram. Yəni şam işığında hər gün, hər dəfə şam işığında. Hər dəfə şam yandırılır. Hər dəfə şam yandırılır. Buxur yandırırıq, şam yandırırıq. O gözəl söhbət qoxudan gedir də, yəni qoxu, nəfəs aldığımız ortamın təmiz olması şərtdir. Sonda Şeyx xanım, yoqaya başlamaq istəyənlərə burdan nə məsləhət görürsünüz? İlk addım olaraq deyərdim ki, dinləyicilərimizə 1000 metr bir addımdan başlayır. Yəni yoqaya başlamaq üçün xüsusi bir hazırlıq falan lazım deyil. Hər kəs yoqaya başlaya bilər. Sağlam, gümrah, depressiyadan uzaq, stressdən uzaq yaşamaq üçün yoga gözəl bir seçimdir. Rayonumuz üçün yoqanı tanıtmaq, onları sağlam həyata yönəltmək mənim üçün sevindirici bir haldır. Gəldiyiniz üçün təşəkkür edirəm. Bugünkü qonağımız Yoga Master Səiq Quliyeva idi. Hələlik.